Harda işləyirsən ay Abbas? Sukayam, sukalıqla məşğulam. Torba tikirəm, misal üçün qonumda, qonşuda kim varsa gedirəm, satıram. Belə evimə çörək aparıram. Misal təzəlicə qonşularımız istədilər təhlükəsizlik kamerası alsınlar məhəlləyə. Sonra yadlarına düşdü ki, mən varam. Fikirləri dəyişdi. İndi hal-hazırda orada işləmirəm. Sonra neynədin? Sonra neynədim? Sonra məni qəbul elədilər, üzə duranlığa vəzifəm artdı. İndi üzə dururam, məhz gətirirlər kimi sansa yetim yesiri qabağıma. Mən də üzünə dururam. O deyir eləməmişəm, mən deyirəm eləmişsən, gözümlə görmüşəm. Belə, yəni öz peşəmlə fəxr edirəm. Yəni halal qazanırıq da, əziyyət çəkirəm, tər tökürəm. Orada başladın mahnı oxumağa? Orada başladın deyəndə ki, mən işləyəndə orada gördüm ki, bu yetim yesirin üzünə duranda onlar deyir eləməmişəm. Mən deyirəm eləmişsən, eləmişsən, sən eləmişsən. Belə deyəndə hiss elədim ki, mənim səs tembrim çox güclüdür. Yəni, mən müğənni ola bilərəm və mən oxumaq istəyirəm. Ay, sağ ol, onda oxu. İş verənsən başım üstə yerim var, yar iş verənsən başım üstə yerim var. Fəxr elə ki bu gün aban elim var, iş verənsən başım üstə yerim var. Səndən qorxur əskərlikdə əskərlər, qonşun yavaş sıçır birdən səs gələr. Vay halına kimlə sənlə tərs gələr, vay halına kimsə sənlə tərs gələr. Şikayətlər gedər ona dal, iş verənsən başım üstə yerim var. Bu xüsusi oxuduğumdur, xüsusi ifamdır. Hind dilində də oxuya bilərəm mən. İstəyirsinizsə səsləndirim. Səsləndirim mən. Sukayame, sukayame, meri cahe, sukayame, 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 meri cane. Yəni belə özüm parodiya ilə də məşğulam. Parodiya da eləyə bilərəm. Misal üçün Faiq Ağayevi parodiya eləyə bilərəm. Bal, 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 bal kimi dili var, bal, bal, bal. Türk müğənnilərində parodiya eləyirəm, yəni onların səsi ilə də oxuya bilərəm. Misal üçün, o Gökhan Özendi səhv eləmirəmsə, belə bir müğənni var orada. Onun da səsi ilə oxuya bilərəm. Belə oxuyur. Boş laflar rüzgarla çıkılmaz bu yola. Sen düz git ben zaten o yana bu yana. Falına baxıldı, rəmli atıldı, iddiasına görə pulu da getdiyi zamanı da. Üstəlik müğənni olmaq arzusu da yarıda qaldı. Qayıtdı ki, müğənni eləyəcək səni, amma bir şərtlə də bu başını qırxmalısan. Deyir, bax, müğənni Elharicin zadın başı çəkəldi, sonra o Miryonus var, Qırmızı Helikopter mahnısını oxuyan, onun da başı çəkəldi. Sonra bu bizim kənddən olan bir kişi var, Teyyub Yaqutzadə, Bakı haqqında mahnılar oxuyur. Bizim kənddən də amma Bakı haqqında mahnılar oxuyur. Onun da başı çəkəldi dedi. Sən də çəkəl eləməlisən, mən də başımı qırxdım. Nəsə, getdim, müğənni ola bilmədim, qayıtdım təzədən yanına. O da qayıtdı ki, bəs şeydir, belə olmayacaq da dedi, bir Hindistan icadı var. İnəyin sidiyini başıma yaxmalısan. Onu eləyəndən sonra müğənni olaysan. Dedim, mənə problem yoxdur, lap yaxşı, onu da eləyərəm. Onu da elədim, qaydanda, ünvanında tapmadım, pulumu da apardı. Mənə də müğənni